Bakıda informasiya və kommunikasiya texnologiyalarının tətbiqi adlı 5-ci beynəlxalq konfransı öz işinə başlayıb. Konferansda Azərbaycanla yanaşı dünyanın 31 ölkəsindən elmli adamlar iştirak edir. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi adlı beynəlxalq konfrans Rabitə və İnformasiya Texnologiyaları Təhsil Nazirliklərinin, Qafqaz və Bakı Dövlət Universitetlərinin dəstəyi ilə təşkil olunur. Qafqaz Universitetinin rektoru Əhməd Sanıc tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verdi. Dedi ki, konfransa Azərbaycan və dünyanın 31 ölkəsindən 250-dən çox alimin məqaləsi daxil olub. Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə dövlətin bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışdı. Konfransın beynəlxalq əhəmiyyət daşıması onu göstərir ki, Azərbaycanda informasiya texnologiyaları sahəsində mühüm işlər görülüb. Bakı Dövlət Universitetinin rektoru Abil Məhərrəmov isə bütün proseslərin əsasında informasiya texnologiyalarının durduğunu xatırlatdı. Hazırda dünya əhalisinin 2 milyardını bu texnologiyalardan istifadə etdiyini açıqladı. Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev də Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar və elmi tədqiqatlar haqqında öz fikirlərini bölüşdü. Digər çıxışlarda bu istiqamətdə üzrə qazanılan uğurlardan söz açıldı. Konfrans 3 gün davam edəcək. Bu müddətdə müxtəlif mövzuları əhatə edən 12 plenar iclas keçiriləcək. Seksiyalar üzrə müzakirələr Qafqaz və Bakı Dövlət Universitetlərində, həmçinin İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunacaq. Günel Əkbərova, Zaur Ağamir, xəbərlər.